Sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda tez-tez brend məhsullar çox ucuz qiymətə satılır kimi cəlbedici reklamlarla rastlaşırıq. İlk baxışda bu təkliflər inanılmaz dərəcədə sərfəli görünür. Lakin bu cür reklamlar adətən məşhur brendlərin adından istifadə edərək etibar qazanmağa çalışır. Məhsullar real bazar qiymətindən xeyli aşağı göstərilir və son fürsət, məhdud sayda kimi ifadələrlə insanda düşünmədən qərar verməyə vadar edir. Əslində isə məqsəd şəxsi və bank kartı məlumatlarınızı ələ keçirməkdir. Unutmayın ki, rəsmi satış platformaları məhsulları bazar dəyərindən aşağı qiymətə satmır. Ona görə də belə risklərdən qorunmaq üçün bir neçə vacib qaydaya əməl etmək lazımdır. İlk növbədə şübhəli linklərə daxil olmayın. Saytın ünvanını və etibarlılığını diqqətlə yoxlayın. Alışverişi yalnız etibarlı, həmçinin tanınmış platformalarda edin. Emosional təzyiq yaradan reklamlara aldanmayın. Belə hallarla qarşılaşdıqda həmin reklamlara reaksiya verməmək vacibdir. Əgər artıq hər hansı məlumat daxil edilibsə və ya şübhəli əməliyyat baş veribsə, vaxt itirmədən müştərisi olduğunuz banka və polisə məlumat verin. Unutmayın, onlayn platformalarda diqqətli davranmaq hesabınızdakı vəsaiti qorumağın ən etibarlı yoludur.